Yanvarın 26-sında Xocalı rayonunun Badara və Seyidbəyli kəndlərinə növbəti köç həyata keçirilib. Xankəndi şəhəri, Ağdərə və Xocalı rayonlarında Bərpa, Tikinti və İdarəetmə Xidmətinin İctimaiyyətlə Əlaqələr şöbəsindən verilən məlumata görə hər iki kənddə ümumilikdə 100 nəfərdən ibarət 25 ailə köçürülüb. Onlardan 10 ailə Seyidbəyli, 15 ailə isə Badara kəndinə daimi məskunlaşıb. Sakinlər yeni mənzillərin açarları təqdim edən Xankəndi şəhəri, Ağdərə və Xocalı rayonlarında Prezidentin xüsusi nümayəndəsinin müavini Səbuhi Qəhrəmanov onları doğma ata-baba yurduna qayıdışı münasibətilə təbrik edib. O bildirib ki, köç edən ailələr sosial rifahın və məşğulluğun daimi diqqət mərkəzində saxlanılır. Onlar üçün həm dövlət, həm də özəl sektorda iş imkanları yaradılır. Sahibkarlıq fəaliyyəti ilə məşğul olmaq istəyənlər üçün də zəruri şərait mövcuddur. Qeyd edək ki, hazırda hər iki yaşayış məntəqəsində sakinlərin rahat yaşayışı üçün bütün zəruri infrastruktur yaradılıb. Kəndlərdə bütün kommunal xidmətlər, elektrik, qaz, su və rabitə bərpa olunub. Şamxalat Gözəlov və Cər Həsənova bugün informasiya proqramı üçün.